cənablar, hörmətli həmkarlar, hər birinizi salamlayıram. İlk öncə sözümə başlamışdan öncə Böyük Təşkilat Komitəsinə təşəkkür etmək istəyirəm. Öz dünyanın ən gözəl himni Azərbaycan himnidir. Bu səhər bunu təkrar bizə işlediyi üçün dərin təşəkkürümü bildirirəm. Uzun müddət bundan övvəl hələ bəlkə də 17-18 ay olardı. Əkbər doktor mənə zəng elədi ki, bizim Kistik Fibrozis dərnəyimiz var. Çok küçük bir mekanda, çok şərətsiz bir yerde işleyirik. Mümkündür mü bunu siz rəhbərliyle danışasınız, bunu yeni klinikə keçirək. Tabii ki hemen anda, Əkbər doktorunuz burada deyilsən, hemen anda okey verdik və hemen anda mərcə elədik, yazılı, bunun icazəsini aldıq. Onun bir müddət sonra Elnur mənimizə gəldi təbii ki, bəs topuk testi var, insanlar çok əziyyət çəkir, bunu yerləşdirə bilərik mi yeni klinikədə? Heç fikirləşmədən dedim, mütləq sabahdan gətirin. Ama dedi ki, bilirsiniz de bu biraz fəhləçilik olacaq, çünkü bu dövlət programıdır, burada xəstəxananın bir qazancı olmayacaq, bu işçilərin bir qazancı olmayacaq. Dedim, hiçbir fərqi yoxdur, mütləq sabah gətirin. Əslində, bu yanaşmanın, bu bizim sadece mənim yanaşmam değil, bizim yeni gündən idarə heyətinin yanaşmasıdır. Bizim üçün bu cür xəstəliklər, özellikle de uşaqlarda rast gələn bu xəstəliklər bizim ən ümdə bir, bunların qarşısını almaq, bunları yardım etmək ən ümdə bir vəzifəmizdir. Yəni ki, biz başlanğıçda da bu cür düşünmüşdük ki, onun sayesinde sadece bir diagnostikada değil, sadece bunlara ambulator xidmətdə değil, bizim buraya gəlsəniz xəstəxanamızın göz bebeği olan bir yeri de pediatrik reanimasyadır ki, halbuki bugün burada gəlməmişdən xəstəxanaya girəndə də ilk getdiyim bir Əkbər doktorundan oldu. Xəstəxananın hələ hiçbir şöbəsini getməmişəm, ama pediatrik reanimasya baş çəkib buraya gəlmişəm. Bizim için çok önemlidir. Yani biraz önce hanım da söylediği gibi her zaman bu derneğe de destek olmamızda esas məqsədimiz uşaqlara verdiğimiz dəyərdir. Niye? Çünkü bu şeyi, tərbiyəni, bu mədəniyyəti təbii ki biz de özlərimizdən, böyüklərdən, biz dövlət başçımızdan, birinci vitse-prezidentdən alırıq, onların uşaqlara və ağalara verdiği dəyər təbii ki istər-istəməz şuuraltı da olsa, düzdür, planlıdır, hətta şuuraltı olsa bizim beynimizə işləyir. Düşünürüm ki bu toplantıya da destek vermek sizin tərəfinizə desək, əslində buna xidmət edir. Düşünürüm çok maraqlı toplantı olacaq. Herkesin faydalanabileceği bir toplantı olacaq. Ben sizin çok vaxtınızı almaq istəmirəm. Toplantı müddətində də hər birinizi uğurlar arzu edirəm. Sağ olun.